Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bugün çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Ailə dəyərlərimiz və qloballaşma dövrü. Həqiqətən elə bir mövzudur ki, dünyanın ayrı-ayrı ölkələrində, elə Azərbaycanın özündə də bu mövzu ilə bağlı çoxsaylı əsərlər, hətta mən deyərdim ki, monoqrafiyalar yazılır. Çünki cəmiyyətimizdə, həyatımızda, məişətimizdə hansısa xoşagəlməz bir hadisə baş verən kimi dərhal biz bunu qloballaşma ilə bağlayırıq. Həqiqətənmi qloballaşmanın ailə dəyərlərinə təsiri var bugünkü dövrdə? Bu sualın bir mənalı cavabı yoxdur. Ayrı-ayrı peşə sahibləri müxtəlif yanaşmalar irəli sürürlər. Amma ailə dəyərlərindən danışanda, ailədə valideynin, övladın və digər ailə üzvlərinin rolundan danışanda mütləq psixoloqlar yada düşür. Ona görə də biz qərara gəldik ki, bugünkü mövzunu məhz psixoloqla müzakirə edək. Psixoloq Aydan xanım Məmmədova ilə həmsöhbət olacağıq. Aydan xanım, xoş gəlmisiniz. Xoş gördük Pərvanə xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Biz hər dəfə ailə dəyərlərindən danışanda istər-istəməz bir model gəlib gözümüzün önünə. Yəni əsrlərdən üzü bəri gələn ailə dəyərləri, ailə ənənələri və s. Bəs bugünün ailə modelini necə təsvir edərdiniz? Ümumiyyətlə belə bir şey deyim ki, ailə birlik deməkdir. Ailə sadəcə evləndim, 2 cütlük oldun və bir uşaq və yaxud da bir neçə uşaq dünyaya gəldi, bu ailə oldu anlayışına gəlmir. Ailə olduqda duyğusal olaraq, zehin olaraq, xarakter olaraq bir birləşmə şəklində yaranır. 2 cütlüyün öncəliyi ilə belə bir şey də deyim ki, bəzən hər kəs ailə qurmaq üçün ailə qurur, amma ailə qurmaq hazır olunan zaman, yəni insan özünü hazır hiss etdiyi zaman ailə qurmalıdır. Çünki ailə məsuliyyətli bir peşə kimi deyərdim, hətta ailəni mən təsvir etsəm. Hətta dünyada belə deyərdim ki, bir dünya olaraq, məsəl üçün ölkələr necə ki var, ailə də eyni ilə cəmiyyətin bir digər ölkəsi kimi də adlandıra bilərik. Çünki ailə elə bir struktura sahibdir ki, o artıq bir dünyaya yeni fərdlər dünyaya gətirir, yeni şəxsiyyətlər inkişaf etdirir. Siz dediniz ki, ailə qurmaq hələ ailə olmaq demək deyil. Mən belə başa düşdüm. Bəli, hər kəs ailə qurur, amma hər kəs ailə olmağı bacarmır bəzən. Bu müəyyən qədər bəzən çətin olur, bəzən isə heç ümumiyyətlə ailə anlayışını dərk etmədiklərinə görə, yəni necə dedim, ailə qurmaq xatirinə, ailə qurulan, evlənmək xatirinə valideynlərimi razı salım və yaxud da ətrafdakıları razı salım, kifayət etsin, mən ailə həyatı qurum, evlənim, dünyaya uşaq gətirim, nəsil artımı davam etsin. Amma ailə bu deyil. Ailə ilk başda dediyim kimi də birlikdir. Əgər həmin ailə dünyaya bir uşaq gətirib, fərd olaraq dünyaya gətirib, şəxsiyyət olaraq inkişaf etdirirsə, həmin o ailə sağlam olmağı bacarmalıdır. Sağlam şəkildə də bir şəxsiyyət inkişaf etdirib cəmiyyətə təqdim etsin. Ailədə qadının və kişinin rolu mövzusu o qədər danışılıb ki, Bəli. bugün fikir verin, sosial şəbəkələrdə sanki bir müharibə gedir. Qadınlarla kişilər arasında bir müharibə gedir. Bunun bəlkə də, belə deyim də, müəyyən mənada bəzi məsələlər üçün xeyri var. Çünki insanlar daha çox maariflənirlər. Artıq xanımlarımız öz haqlarını bilirlər, öz hüquqlarını bilirlər. Xanımlarımız başa düşürlər ki, təhsil almaq lazımdır, nəinki lazımdır, vacibdir. Qızlarımıza təhsil verməyin nə qədər önəmli olduğunu dərk edirik. Amma digər bir tərəfdən isə kişilər gileylənirlər ki, biz bir evin içində bəzən ortaq məxrəcə gələ bilmirik. Çünki balans pozulur. Bax, o balansın pozulmasını bizə izah eləyin Aydan xanım. Təbii ki, izah edim. Belə qeyd edim, hər bir ailədə kişi modelinin, eyni zamanda qadın modelinin özünə xas rolları var. Hər kəs bu rolu layiqincə yerinə yetirməyi bacarmalıdır. Məsəl üçün, ailədə qadının üzərinə biz diqqət etsək görərik ki, daha çox məsuliyyət yüklənir, amma kişinin üzərinə bir o qədər də məsuliyyət yüklənmir. Qadın biz baxsaq, təhsil alıb, həm işləyir, həm uşaq varsa əgər uşağa baxır, evin təmizliyi, misal üçün evə qonaq gələndə belə qadın daha çox ön sırada olur. Bəydə isə bu əksinədir. Sadəcə olaraq qonaq gələndə evə müəyyən bir ərzaqları alır və kifayət edir bundan. Yəni 1 saat həmin şəxsin, yəni bəyin ailə üçün etdiyi bir iş
bitir. Amma qadın işləyirsə, səhər oyanıb uşaqlarına yemək hazırlamaq olsun, evin təmizliyi olsun, yoldaşının belə hətta emosional olaraq bəsləməsi olsun, üzərinə görsək ki, həm fiziki olaraq, həmçinin də duyğusal və hətta bu şəxs əgər bir zehin olaraq işləyirsə qadın, zehinsel olaraq da bir çox məsuliyyətlər düşür. Amma bəydə isə sadəcə olaraq duyğusal bəzən çox az görülür. Çünki ailə dedikdə bir şəxs psixoloq yanına gətirəndə belə doğrudur, mən uşaq qəbul etmirəm, amma öz həmkarlarımda da görürəm ki, daha çox ana öndə olur. Uşağını gətirir, uşağının sağalması üçün. Olur, müəyyən bir problemlər ola bilər psixoloji olaraq. Yəni siz deyirsiniz ki, qadınlar daha narahatdır. Narahat deməzdim, xeyr. Qadına daha çox ailə canlı olmaq öyrədilir. Bu belədir, doğrudur. Amma bəy də ailə canlı olmağı bacarmalıdır. Misal üçün, gəlin belə bir şey deyim, gender bərabərliyi deyirlər. Mən gender bərabərliyi çox da dəstəkləmirəm. Bu ola bilər, yəni hüquq baxımından, qanun baxımından müəyyən dərəcədə doğrudur. Amma bəzi yerlərdə bu necə izah edim? Yəni özünü doğrultmur gender bərabərliyi. Yəni orada adət-ənənələr filan təsir edir. Bəli, doğrudur. Amma ailə daxilində də sanki o gender bərabərliyini qorumaq mümkündür. Necə deyə sual versəniz, misal üçün qadın ən azından uşağa baxırsa, uşağın müəyyən bir işləri ilə məşğul olursa, bəy də ona kömək olması üçün istər-istəməz artıq müəyyən dərəcədə o uşağın təhsili ilə bağlı maraqlanmalıdır, maddi olaraq maraqlanmalıdır və yaxud da hətta bəy özü belə övladını məktəbdən götürüb məktəbə aparmalıdır. Halbuki bunu analar daha çox edir. Hər zaman analar öndədir, bəy isə sadəcə evə işləyib, pul gətirsin, ərzaq alsın. Yəni maddi təminat olaraq bəy görülür, amma qadında isə hamısı var. Xanımların işləmək istəyi sizcə ailə möhkəmliyini zəiflədirmi? Balans pozulduqda bəli. Belə pozula bilər ki, artıq paylanmanı, o insanın diqqət paylaması var. Eyni ilə də burada da sanki o məsuliyyətlərin paylanmasına misal çəkə bilərik. Məsuliyyətlər doğru şəkildə paylanılmadıqda artıq istər-istəməz o balans pozulur və balans pozulduqda da bu ailə daxilində biz xəyanətə də rastlaşa bilərik. Hətta inamsızlığa da, şübhəyə də, yalanlar da görə bilərik. Boşanmalar da hətta burada yarana bilər. Nəyə görə? Çünki bəy güclü xanım istəyir bəzən. Amma güclü xanımla hər bəy də uyğunluq içində davam edə bilmir. Müəyyən bir nöqtəyə kimi gedir, amma müəyyən bir nöqtədən sonra isə ona güc gətirə bilmədiyinə görə yarıda saxlamalı olur. Mən fikirləşirəm ki, bəlkə bizim qadınlarımız, xüsusən işləyən qadınlarımız daha çox yükü götürür öz çiyinlərinə. Maddi cəhətdən xanım işləyirsə pulu var, maddi cəhətdən artıq ailənin bəzi yükü avtomatik ötürülür qadına. Sonra təkcə maddiyyat deyil axı, burada həm də evin içərisindəki işlər var. Uşağın tərbiyəsi var. Bunu da qeyd etmək istəyirəm ki, bəzən xanımlar azadlıq anlayışını çox yanlış anlayırlar. Azadlıq dedikdə ümumiyyətlə biz zehinsel olaraq, yəni düşüncə olaraq ruhun azadlığı nəzərdə tutulur. Halbuki insanlar bəzən bunu elə anlayır ki, azadamsa mən rahat şəkildə işləyə bilərəm. İstədiyim qərarı rahat şəkildə mən özüm sərbəst verə bilərəm. Doğrudur, yəni özünü dərk edən biri qərarını verməyə bacarmalıdır. Halbuki, əgər ailə daxilindəsinizsə, qarşılıqlı əməkdaşlıq içində olmalıdır. Həm bəy, həm xanım. Həmçinin də indi uşaqlar da müəyyən bir özünü dərk etdiyi dönəmə gəldikdə uşaqlarla da əməkdaşlıq olunmalıdır. Yəni uşaqlar da ailəyə kömək etməlidir. Bəli. Uşaqlar da özlərini ailədən hiss etməlidirlər. Yəni sadəcə ayrı bir ada kimi, sanki bir adada ailənin içində bir ayrı yerdədir. Bu belə deyil. O da ailəni yaradır. O da ailənin bir strukturunu yaradır. Yəni bir sözlə bunu demək istəyirəm ki, qadınlar bəzən işləməyi azadlıq olaraq edirlər. Əslində bu azadlıq deyil, əziz xanımlar. İşləyən qadınlar bir bilsəniz nə qədər yükün altındadılar. Və bu azadlıq düşüncəsi də mən hətta deyərdim ki, bir çox qadınlarda əsirliyə gətirir, çıxardır. O nə deməkdir? Müəyyən bir sistem var deyək. Azad olacağam deyib, amma o qədər yükün altına girir ki, heç həyatın dadını belə çıxarda bilmir. Çünki qadın nə deməkdir? Qadın zərif deyəndə biz anlayırıq. Amma bu iş mühitində bir çox qadınlara biz baxırıq ki, o zərifliyi görə bilmirik. Yəni itiriblər artıq bu zərifliyi. O incəliyi, o dəyər anlayışı azalıb. Yəni belə götürək də, sanki qadın bir kraliçadır, bir prinses deyirlər. Şahzadədir. Bəli, şahzadədir.
Amma hazırda o şahzadədən heç bir əsər əlamət qalmayıb. Çünki hər kəs bu axına düşüb, sürü psixologiyasına və bu cürdə artıq işləyim və işləməkdən əlavə mən bunu da qeyd etmək istəyərdim ki, insanlar sanki rahatlığı, azadlığı geyimdə də axtarırlar. Yəni mən rahat geyinirəmsə, istədiyim tərzdə geyinirəmsə, bu daha çox da diqqət çəkmək istəyən insanlar da olur. Açıq geyinmək üstünlük verirlər, biraz vulqar görüntü. Bu da artıq istər-istəməz, əgər bir qarşı tərəf tərəfindən qəbul edilmirsə, arada bir konflikt yaranır. İstər-istəməz ki, mən edəcəm, bəy də deyir ki, xeyr. Halbuki daha öncəyə fikir versə heç o cür bir maraqları yox idi həmin xanımın. Yəni ailə qurmamışdan əvvəl heç bu cür deyildi. Bəli, bu cür deyilmiş. Bu hər kəsə aid deyil təbii ki. Hər kəsin zövqü fərqlidir, amma qadın dedikdə, qadın qapalı geyindikdə belə o zərifliyi ilə önə çıxmalıdır. Yəni diqqət çəkmək sadəcə geyimdən asılı deyil. Diqqət çəkmək qadının özündən asılıdır. O daşıdığı enerjidən, daşıdığı auradan asılıdır. O aura məsələsini mənə izah eləyin də Aydan xanım. Mən artıq neçənci psixoloqdan bunu eşidirəm ki, insanın enerjisidir ətrafı cəlb eləyən. Aura dedikdə ümumiyyətlə insan, həmin xanım, indi biz xanımlar üzərindən gedirik. Bu bəylərdə də bu cürdür. Aura təmiz olmalıdır. Qadına xas aura var, bəyə xas bir aura var. Bəy dedikdə biz necə başa düşürük? Güc obyekti olaraq. Qadın dedikdə isə zərif olaraq. Amma qadın bu aurasını necə kirlədir? Daha çox yük altına girərək. Kişi işini də edərsə, uşaq işini də edərsə, böyük işini də edərsə, yəni hər kəsin işini artıq həmin o qadın edir. Bu zamanda artıq onun aurası kirlənmiş olur. O kirliliyi də necə təmizləmək olar? Qadın özünü qəbul edərsə, həmçinin bəy özünü qəbul edib, kəşf edib, öz dəyərinin fərqində olarsa, nəyin doğru, nəyin yanlış olduğunu, qadınlığa xas olan, bəyliyə xas olan hansı ki xüsusiyyətlər varsa, bunları özündə cəmləşdirərsə, həmin o auranı təmizləyə bilər. Yəni aura dedikdə insan içəri daxil olanda hiss etməlidir ki, bu otağa bir xanım daxil olub və yaxud da bu otağa bir bəy daxil olub. Aydan xanım, bugün cəmiyyətimizdə nə qədər tək uşaq böyüdən analar var. Tutaq ki, bir xanım aurasını sizin dediyiniz kimi təmiz saxlamaq istəyir, o heç bir yükün altına girməməlidir, ancaq xanım kimi zərif olmalıdır. Amma bu xanımın yükləri var axı. Yəni bu xanım uşaq böyüdür və onun heç bir köməyi yoxdur, dəstəyi yoxdur. Onda o xanım necə olmalıdır? Yəni cəmiyyətimizdə çoxdur belə xanımlar. Mən belə başa düşürəm ki, onda nə qədər kirlənmiş auralar var bizim ətrafımızda. Bəli, çox təəssüf ki. O bəzəndə istəmək bacarılmır. Məsəl üçün bir evin içində siz deyəndə ki, neçə xanım var ki, tək böyüdür. Bu təbii ki, həm boşanmış ailələrdə, həmçinin də evli olan cütlüklərdə də bu olur. Evin içində ata da var, ana da var, amma ana hər şeyi üstlənir. Artıq burada biz bəyi günahlandıra bilmərik. Qadın nə isə paylamağı bacarmalıdır. Qadın da artıq o üzərindəki məsuliyyəti bir növ artıq o bəyə, ataya verməyi bacarmalıdır ki, ən azından o da üzərinə məsuliyyət, ən azından o da ata olduğunu hiss etsin. Hiss eləmir də, indi nə edirsə eləsin, xanım hiss eləmir. Onda nə etsin o yazıq xanım? Məsuliyyət yəqin ki, doğru paylanılmayıb. Kökündə başqa səbəblər də yata bilər. Həmin bəyin məsuliyyətsiz olmasında. Bəli, məsuliyyətsiz ola bilər və yaxud da məsuliyyətdən qaça bilər. Bəlkə də hələ də böyüməyib. Ümumiyyətlə ən başda necə qeyd etmişdim, ailə quranda ailənin həqiqətən hazır olduğun zaman ailə qurmalısan. Hazır olmayanda, çünki o ailənin məsuliyyətini də sən öz üzərinə ala bilmirsən. Və uşaq da olduqda təbii ki, çünki ailə modelini qəbul etmir. Uşağı necə qəbul etsin? Yəni hələ bu insan bir yoldaşım var, bir həyat yoldaşım var deyərək özünə ad verə bilmirsə, artıq mən atayam deyə də təbii ki, artıq onu rolu üzərinə götürməyi bacarmayacaq. Burada xanım nə etməlidir? Xanım xanımlığından istifadə edərək. Yəni o ailə həyatı qurulubsa, çünki bir birlikdəlik olub, bir öncədən, yəni evlilikdən öncə bərabərlik olub. Nə üçün evləniblər? Yəni necə oldu ki, nə baş verdi ki, evlilik həyatı qurdular? Biz görə bilərik ki, sevgililik müddətində, nişanlıq müddətində hər şey çox yaxşıdır. Hər iki tərəf də bir-birindən çox razı, hər iki tərəf də bir-birindən çox razıdır. Amma artıq evlənəndən sonra bu dəyişir. Ya bəy daha çox soyuqqanlı olur, ümumiyyətlə heç ailəyə, bəlkə də elə ola bilər ki, ailə həyatı qurandan sonra maksimum 1 il, 2 il, 3-cü ildə sonra isə artıq o balans pozulur. Çünki öyrəşirlər, sanki bir növ doğmalıqda yaranır və xanımlar da bəzən bəylərin ehtiyacına əsasən yanaşmaya da bilər.
Qadınlıq dediyim nədir? Həmin o bəyin nəyə ehtiyacı varsa, onu ödəməsi. Məsəl üçün bəzi bəylər var ki, ana ruhlu, anacan ruhlu qadınları sevir, amma bəziləri isə sevgili, yəni qadın kimi qadınları sevir. Özünə dəyər verən güclü xanımları sevir. Bir məsələni demək istəyirəm. Əlbəttə ki, biz bəylərimizlə, Azərbaycan kişisi ilə hər zaman fəxr etmişik. Bəli. Onlar bizə böyük qələbəni yaşadıblar. Onlar bizim qardaşlarımızdır, atalarımızdır. Azərbaycan tarixən qəhrəmanlar diyarı olub. Amma ümumi kontekstdən yanaşanda, yəni bu gün dünyada da bu proseslər baş verir. Söhbət təkcə Azərbaycandan getmir əziz dinləyicilər. Məsələn, götürək adi ilə ictimai nəqliyyatda mən nə qədər görürəm. Baxırsan ki, 50-60 yaşlı kişilər oyun oynayırlar. O toplar var, hamısı eyni anda səbətə girməlidir. Bəli. Böyüməyən kişilər təəssüf ki var. Bunun səbəbkarı kimdir? Valideynlər. Onların valideynləri. Bəli. Bir mənalı şəkildə valideynlərdir. O uşaqlar da böyüyürlər, valideyn olurlar, amma böyümürlər əslində. bəli, çünki uşaqdılar. Bir uşaq necə valideyn ola bilər? O valideynliyi öyrənməyib, böyüməyib artıq. Sanki uşaq sahibi olur. Necə məsuliyyət artıq götürə bilər Amma özlərinə? baxırsan 40-50 yaşı var, yəni 30-40 yaşı var misal üçün. Bəli. Həmin o böyüməyən valideynlər ki var, eynilə də özləri kimi artıq bir övlad yetişdirirlər. Zəncirvari gedir. Bu zəncirdə təbii ki artıq ya o övlad qıracaq, ya da bunun fərqində olduğu zaman o böyüməyən valideyn qıracaq. Bu necə yaranır? Valideyn zamanında o qədər, bunun iki tərəfli deyəcəm. Bəylərin, məsəl üçün siz bəyləri qeyd etdiniz. Bəylərə o qədər güc olaraq deyilir ki, güclü olmalısan, sən oğlansan, ağlama. Kişi nədir, ağlamaq nə deməkdir? Yəni sən bir kişi olaraq daima güclü olmalısan, duyğusal olaraq, mənəvi olaraq, maddi olaraq hər zaman ayaqda durmağı bacarmalısan. Amma o uşaqdır. O hələ uşaqlığını yaşamaq istəyir. Yəni uşaq olaraq olsun, oğlan olsun, amma onu nəsə incidəndə ağlamağı da bacarmalıdır. Ağlamaq zəiflik demək deyil və yaxud da güclü olmaq demək deyil. Hətta bunu deyərdim ki, güclü olmağı bəzi insanlar çox yanlış anlayır. Güclü olmaq sadəcə mən daima ayaq üstə durdum demək deyil. Güclü olmaq zəifliyini belə sevmək deməkdir. O zəif yanlarını belə qəbul edən insan güclüdür, bəli. Həmin o bəylərdə gəldikdə isə o güc onlara o qədər yüklənir ki, artıq uşaqlıqlarını da yaşaya bilmirlər. Gəncliklərini də, yeniyetməlik dövründə yaşaya bilmirlər. Bu da artıq 40-50 yaşına gəlib çatanda artıq istər-istəməz, yəni o telefon əllərindən düşmür yəni. Bəli, çünki hazırda uşaqlara, real uşaqlara baxsaq necə görərik? Oyun oynamağa daha çox önəm verirlər. Uşaqlıqda onlara oyun oynamağa belə icazə verilmir. Böyüksən, gəl keçdə uşaqla oynamaz, dərs oxumalısan. Get dərsini oxu. Bugün sabah sən böyüyəcəksən. Hətta bugün sabah sən böyüyüb ailə sahibi olub ailəni dolandıracaqsan. Bu məsuliyyət yüklənir. İstər-istəməz o uşaq onu qəbul etməsə belə, bu ona məsuliyyət məcburi şəkildə yüklənir ki, sən bunu etməlisən, edəcəksən. Artıq istər-istəməz bu insan bezəcək bundan, yorulacaq. Təsəvvür edin ki, 15-20 ildir evlisən və münasibətləri canlı saxlamaq məsələsi var. İllər keçdikcə sanki o canlılıq ölür. Amma psixoloqlar deyirlər ki, mümkündür də, münasibətləri canlı saxlamaq mümkündür. Necə mümkündür Aydan xanım? Belə deyim ki, Pərvənə xanım, münasibətlərdə bəzən xaos da lazımdır, həyəcan qatılmalıdır. Daima bir evin içində gördün, salamlaşdın, görüşdün, yemək yedin, işdən gəldin deyək, gəldin evə, yemək yediniz bərabər, sonra yatdınız və bitdi. Bu olmamalıdır. Yəni ən azından həmin şəxs bir cüt olaraq, bir iki şəxs olaraq bərabər şəkildə zaman keçirməyi bacarmalıdır. Deyək ki, evdə uşaq var, heç yerə çıxa bilmirlər. Ən azından o uşaqları kiməsə də həvalə edib, yəni bir neçə saatlıq uşaqlardan hətta icazə alaraq gedib özləri ilə zaman keçirmələri onların münasibətlərinə həyəcan qatması deməkdir. Və bu məsələdə hər iki tərəf təşəbbüskar olmalıdır da. Təbii ki. Amma bəzən mən məsəl üçün ailələrdə görürəm, ətrafımda var elə ailələr ki, həmişə kişi təşəbbüskar olur və yaxud əksinə, həmişə qadın təşəbbüskar olur ki, o münasibətləri canlı saxlasın. Onda bir tərəf təşəbbüskar olanda o yorğunluq yaratmır? Yaradacaq, təbii ki. Ya bəy, ya xanım. Hər iki tərəfdə. Yəni bunu nə üçün istəmir? Bəlkə heç ailə olmağı istəmir, bəlkə o münasibəti istəmir. Bəlkə o münasibət artıq bitib? Bəli, bəlkə də həmin ailə bitib. Amma bitən bir şeyi bəzən deyirlər ki, yenidən geri qaytarmaq olmur. Amma ən azından bir qığılcım belə olsa, onu yenidən alovlandırıb
yenidən başlatmaq mümkündür. Mümkünsüz deyə bir şey yoxdur. Əgər qarşı tərəf bu münasibəti istəmirsə, ən azından cütlük terapiyasına belə getmək, psixoloqun dəstəyini almaq istəyi ola bilər təbii ki. Bunu bəy qəbul etməyə bilər və yaxud da xanım qəbul etməyə bilər, problemin olmadığını qeyd edə bilər, amma bir neçə dəfədən sonra xanım bunu və yaxud da bəy psixoloq dəstəyi olduğunu vurğulasa, köməyinə ehtiyacı olduğunu desə, bəzən köməyə ehtiyacım var kəlməsini qarşı tərəfə demirik. Mən təkəm demirik. Nəyə görə? Mən birdən zəif görünərəm onun gözündə. Görün, yəni siz əgər bir bərabərsinizsə, hər iki tərəfdə, yəni güclü tərəfində görməyi bacarmalıdır, zəif tərəfində görüb və ona əsasən qəbul etməlidir. Gəldi həmin o psixoloq dəstəyinə, bu addım əslində onların o qığılcımı alovlandırmaq istəyidir. Bəylərin çoxu niyə psixoloqa getmək istəmirlər? Mən neçə xanımdan eşitmişəm. Deyir ki, məsəl üçün ehtiyacımız var bir ailə olaraq, ailəmiz az qala dağılmaq üzrədir, amma həyat yoldaşım deyir ki, mənim psixoloqda nə işim var? Bu həm psixoloqa vurğulanan o stereotiplər ki var. Psixoloq dəli həkimidir, psixoloqa dəlilər gedər. Həm bu fikrə görə, həm də ki, mənim nə problemim var ki? Yəni kişilərimiz həmişə güclü görünmək istəyirlər. Bəli, həm güclü görünmək, həm də mənim nə problemim var ki, məsuliyyəti öz üzərindən atır, o günahı öz üzərindən atır xanıma ki, yəni günah səndədir, getmək istəyirsən sən get. Münasibətlərin yaxşı olması təkcə ailədə yox, həm də dost, iş mühitində çox önəmlidir. Bəli. Məsələn, mən fikir vermişəm ki, işində xoşbəxt ola bilməyən insanlar bunu ailələrinə də daşıyırlar. O sağlam münasibəti qurmaq üçün, yaratmaq üçün nə etməliyik? Bunun əsl cavabını ən sonda deyəcəm, fikrimin sonunda. Gəlin belə götürək də, münasibət dedikdə ümumiyyətlə insanlar sizcə nəyi anlayır? Mən sizə sual verirəm amma. Nə bilim, gözəl ünsiyyəti. Mən gözəl ünsiyyəti anlayıram, birinci. Təbəssümü anlayıram. Misal üçün, səhər tezdən istər ailədə olsun, istər işdə olsun, istər yolda olsun, bir təbəssümlə gülümsəməyin özü mənim üçün çox böyük xoş münasibətdir. Bizim dinimizdə də var. Yəni, gözəl təbəssüm ehsan deməkdir həm də. Bəli. Amma ünsiyyət sadəcə bir münasibəti yaratmır. Münasibət dedikdə bəzən çox zaman hər kəsin ağlına sevgi münasibəti gəlir. Amma dost münasibəti olsun, tanışlıq münasibəti, iş münasibəti, yəni bunları ayaqda tutmaq üçün də insan sadəcə dialoq quraraq da deyil. Tək bir baxışdan belə, tək bir bədən dilindən belə, yəni ünsiyyətin özünün də növləri var da, verbal və qeyri-verbal. Verbalda nitqlə, amma qeyri-verbalda o bədən dili ilə, adi oturuş tərzindən, geyim tərzindən hətta insanlar bir-birinə münasibət şəklində ola bilərlər. O rəng paylaşımı olsun, o yeni gələcəm, təkrar deyəcəm, o aura, o frekans, enerjinin danışması belə bir münasibət yarada bilər. Münasibət dedikdə bəzən siz qeyd etdiniz ki, münasibətlərdə anlaşılmırlar, yəni o konfliktlər yaranır. Bunları həll etmək üçün öncəliklə insan özü ilə olan münasibətini düzəltməlidir. İnsan ən böyük problemi özü iləndir də. Bəli. Biz belə deyək də, təkik. Bu dünyada sadəcə təkik və bizim ətrafımızda olan insanlar bizə xidmət edir. Bu biraz egoistcə çıxa bilər, bu biraz yüksək fikirli kimi çıxa bilər, amma reallıq budur. Yəni fəlsəfi cəhətdən baxdıqda, araşdırdıqda, o varoluşu araşdırsaq, görərik ki, insan həqiqətən təkdir. Çünki bu dünyaya necə gəlirik? Tək gəlirik və tək olaraq da gedirik. Yanımızda kimisə aparmırıq. Və eynilə də bu cürdür. Yaşadığımız hər bir şey bizə xidmət edir. Pis və ya yaxşı hadisələrin hər biri bizə xidmət edir. Özümüzü tapmağımız üçün, özümüzü kəşf etməyimiz üçündür bunlar hamısı. Bayaq mən sizə bir sual verdim. O böyüməyən kişilər, böyüməyən qadınlar, xanımlar arasında da ola bilər bu. Onları belə deyək də böyütmək mümkündür. Psixoloqa gəlsələr, tutaq ki, o terapiyanı alsalar, dəyişiklik mümkündürmü? Çünki mən tutaq ki, uşaqlıqdan bir şeyə inanmışam. Daha doğrusu məni inandırıblar buna ki, insanlar dəyişmir. İnsanlar istəsə dəyişir. Psixoloqa gələnlər belə, mənim yanıma hər zaman seansa gələndə ilk sualım budur ki, istəyərəkmi gəlmisən bura? Yəni məcburiyyət yoxdur ki, sənin, yəni üstündə hər hansı kimsə məsuliyyət yükləmir ki, sən psixoloqa get, düzəl. O insan istəyirsə düzələcək, istəmirsə düzəlməyəcək. Yəni ona psixoloq belə kömək olmayacaq. Psixoloqun işi nədir? İnsanı özü ilə üzləşdirməsidir, o özünü kəşf etməsinə kömək etməsidir. Bu da istəməsə mümkün deyil. Gələk həmin o uşaq olan böyüklərə, onların da böyüməsi mümkündür.
Bu necə olacaq? Bunlar nə üçün? Yəni həmin o şəxslər nəyə görə uşaq olaraq qalıb? Çünki zamanında valideyn doğru şəkildə tərbiyə etməyib. Çünki zamanında həmin o valideyn onun üzərində məsuliyyət yükləməyib, qərar verməsinə şərait yaratmayıb. Mən edəcəm. Məsəl üçün bu daha çox avtoritar ailə tiplərində görə bilərik biz. Mən böyüyəm, mənim sözümdür. Sən uşaqsan. Uşaq nədir? Söz demək nədir? Böyük sözünə qarışma, sözümü kəsmə. Yəni o uşaqdır. Yəni sual verməyi bacarır. Yəni sual vermə dövründə bir dəfə sual verir, 2 dəfə sual verir, üçüncüdə deyir ki, bəsdir də. Deməli, kişilərin ailədə məsuliyyətsiz davranışlarında daha çox onların analarının yoxsa atalarının verdiyi tərbiyə rol oynayır? Ən başda da qeyd etmişdik bunu. Analar daha çox öndədir. Eynilə burada da anaların verdiyi tərbiyə. Bəzən atalar oğul uşaqlarına, yəni özləri böyük olduğuna görə məsuliyyət yükləməyə çalışırlar. Analar amma o uşaqdır deyib qıymırlar deyə məsuliyyət yükləməyə qoymurlar. Hətta ata əsəbləşir, ana oradan deyir ki, əsəbləşməm, uşaqdır. Məsələn, ata modeli olmayan ailələrdə oğlan uşaqlarının böyüməsi. Yəni gələcəkdə o oğlan uşağının ailə yükünü daşıması, özünü bir kişi kimi təsdiq etməsi, ailədə, söhbət ailədən gedir. Yəni bu necə olacaq? Yəni o qadınlara nə tövsiyə edərdiniz? Necə tərbiyə etsinlər? Bilirsiniz, o qədər çox çətin, incə bir məsələdir ki, yəni hətta mən sualı verəndə belə düşünə-düşünə verirəm. Bəli. Əgər bir bəy, bir oğlan uşağı evdə kişi modeli ilə böyümürsə, onda daha çox qadın enerjisi olacaq. Biz bəzən deyirik ki, dişil enerji, eril enerji, hər kəsin içində həm eril, həm dişil enerji var. O erilliyin, dişiliyin yüksəkliyinə və aşağılığına görə biz müəyyən edirik ki, onda daha çoxdur hansı enerji. Eynilə də həmin bəylər, yəni o oğlan uşaqları daima qadınların olan yerində böyüyürsə, daha çox qadın olan ailədə böyüyürsə, yəni nənə, xala, ana, bacılar, yəni bu mühitdə böyüyürsə, artıq o bir kişi modeli ilə üzləşmir. Yəni kişi modeli hətta dayı da ola bilər, baba da ola bilər. Bəli, ola bilər. Amma məsəl üçün elə ailələr var ki, orada heç kişi dominant deyil, qadın daha çox dominant olur. Qadın dominant olduqda da bu bəylərdə bir çox psixoloji, yəni belə deyək də, yanlış düşüncələrə gətirib çıxardacaq. Necə? Məsəl üçün bir bəy deyək, daima bir ananın dominantlığını görür. Ata modeli var evdə. Amma dominant anadır. Həmin bəy böyüdüyü zaman qadınlara qarşı nifrət hissi də keçirdə bilər. Yəni bunu qəbul etməyə də bilər. Və ya çox ehtimallar görə bilərik biz burada. Yəni bununla kifayət etmir. Həmin bəy ətrafında da güclü xanım axtara bilər. Eynilə də anası güclü olduğuna görə, yəni dominant olduğuna görə o uşağa da artıq söz vermir. Az öncə dediyim kimi, məsuliyyət yükləmir özünə. Yəni o uşağa məsuliyyət yükləmir deyə mən edəcəm deyərək böyüyəndə də o məsuliyyəti artıq ala bilmir. Dominant anaların qızları necə olur? Ana dominant olan ailədə böyüyən qız uşaqları. Onlar gələcəkdə necə xanımlar olurlar? O da dəyişir. Çünki insanlar fərqlidir və götürmə qabiliyyəti də fərqlidir artıq. Çünki baxış açısı fərqlidir. Xanım böyüdüyü zaman, yəni o qız uşağı da böyüyəndə dominant olacaq, ya dominant olacaq, ya zəif olacaq. Hansı ehtimal daha güclüdür sizcə? Bu ehtimal daha çoxdur ki, dominant daha çox olurlar. Nəyə görə desək? Yəni güclü ananın güclü qızları belə deyirlər adətən. Bəli, bunu bir yaxşı bir şey kimi qələmə verirlər, amma təbii ki, yəni bunu siz də bilirsiniz ki, yanlışdır. Yaxşı şey deyil, əlbəttə. Yəni güclü xanım deyəndə işləyirsə, pul qazanırsa, bəli, pul qazanırsa, ailə, ev idarə edirsə, o güclüdür. Xeyr. Yəni qadın elə bir varlıqdır ki, onun heç dəyər anlayışı belə, sözlər, o nitqə belə sığmaz. Aydan xanım, sizin üçün güclü xanım kimdir? Güclü xanım özünü dərk edən, bir mənalı şəkildə öz qadınlığını qəbul edən güclü xanımdır. Öz zəifliyini qəbul edən, özündə olan yanlışı, doğrunu görə bilirsə, o güclüdür. Bəzən deyirik ki, mən güclüyəm, ağlamıram. Mənim heç kim ağlamağımı görə bilməz. Olmazlar qoyurlar, yoxlar deyirlər. Yox deməyi bacarmalıyıq təbii ki, o öz yerində. Hətta bunu deyərdim ki, güclü qadın öz dəyərini anlayan qadındır. Necə dedim? Yəni bu təkcə qadınlara aid deyil, yəni hər kəsdə, insanlar. Məsələn, mən fikirləşmişəm ki, həmişə güclü qadın bağışlayan qadındır, unudan qadındır. Yəni gəlin belə deyək də, bu gün cəmiyyətimizdə qadınlara elə qadınlar əli ilə dəyən zərbələr var. Bəli. Yəni qadın bağışlayandır deyəndə burada mən
kişiləri bağışlamaqdan danışmıram. Qadın onun yolunu kəsən qadını bağışlayırsa, mənim üçün bu güclü qadındır. Unudursa, öz yolu ilə gedirsə, özü inkişaf edirsə hər gün, bax bu Burada, güclü qadındır. Sizcə mən haqlıyam? Ola bilər mən biraz ədəbiyyata bağlayıram, amma siz daha Anladım. elmi yanaşacaqsınız. Doğrudur, mən də bir xanımam, siz də xanımsınız. Xanımlar daha çox tərəfində durmağa Bəli, çalışırıq, amma dəstəkçi. burada mən sizin bir fikrinizə razı olmayacağam ki, bu təkcə qadınlara aid deyil. Yəni qadın bağışlayar, qadın unudar deyə bir şey yoxdur. Eyni zamanda insan olan hər kəs, yəni qadın da, kişi də fərqi yoxdur. Hər kəs bağışlamağı bacarmalıdır, unutmağı bacarmalıdır. Nə demişdim? Öz dəyərini anlayan, yəni özünü qəbul edən bir şəxs ətrafdan gələn ona neqativ şeyləri artıq çəkmir özünə. Onları itir. Sanki biz müsbət enerjidəyik. Ətrafımızda daima müsbət enerjilərdir. O mənfiləri artıq itir özündən, çəkmir. Demək ki, əziz dinləyicilər, güclülük də, sevgi də, xoş münasibət də hər biri bizim öz daxili enerjimizdən asılıdır. Müsbətə köklənməyimizdən asılıdır. Bəli. Mən sizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bizim bu söhbətimiz də kimlər üçünsə bəlkə də müsbətə doğru bir irəliləyiş ola bilər. Özümüzü sevək, dəyərləndirək. Çünki özünü sevən insan başqalarını da sevəcək, dəyərləndirəcək. Özünü sevmək deyəndə mən müştəbehliyi nəzərdə tutmuram. Lovğalığı nəzərdə tutmuram. Bizim lüğətimizdə o qədər gözəl ifadələr var ki, egoistlik indi o hər gün eşitdiyimiz kəlmədir. Yəni bunları nəzərdə tutmuram. İnsanları sevmək, həyatı sevmək, dünyanı sevmək, havanı sevmək. Bütün bunlar hamısı bizə güc verir. Bilirsiniz Pərvanə xanım, insan özünü sevəndən sonra, o dəyərini anlayandan sonra həyatda hər şey ona çox gözəl gəlir. Hətta həyata baxanda belə o rəngləri çox fərqli görür. Bəzən insanlar o qədər kədərli olur, diqqət etsəz bəlkə də görərsiniz. Kədərli, üzüntülü olduğumuz zaman ətrafda daha çox rəngləri solğun görürük. Nəysə, mən bu verilişdən sonra gedirəm pəncərələri açmağa, ətrafdakı rəngləri bir-birindən ayırd etməyə, əziz dinləyicilər, və əlbəttə ki, sabahki verilişə hazırlaşmağa. Aydan xanım, çox sağ olun. Sizə dərin təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm, xoş oldu. Ümidvaram ki, bu danışdıqlarımızdan kimlərsə yararlandı. Təşəkkür edirəm sizə, əziz dinləyicilər. Bugün biz ailə dəyərlərimizdən danışdıq, kişi-qadın psixologiyasını müzakirə etməyə çalışdıq və qonağımız psixoloq Aydan xanım Məmmədova oldu. Aparıcınız isə mən idim, Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.